Gənclərin ailə həyatı qurmağında ən böyük problem həmin gəncin problem var. Əlbəttə ki, bunu danmaq olmaz. Həmin gəncdən birinci evin istənilməsidir. Bəli, normal bir şeydir əslində ki, hər kəs rahat yaşamaq istəyər, amma bir qızın atasının 25-30 ildə ev ala bilmədiyi halda həmin ailənin durub bir gəncdən ev istəməsi çox absürddir, çox boş bir fikirdir. Bu istəklər, bu arzular dünyası deyil. Çətinliklər olmalıdır. O qız bilsən nəyə görə düşünür ki, ev olsun? Çünki gedib əziyyət çəkməsinlər. İkisi də əziyyət çəkməsin. Çünki tək ev problemi yaranmır, uşaq problemi olur. Əvvəlindən oğlan əziyyət çəksin. Amma bu ailə dediyimiz şey dəyərlər və bir-birinin yükünü daşıya bilmək, ağırlıq deməkdir. İndi bəzi ailələr var ki, həm qız tərəfdə kömək edir. İnsanlar evlənir, sonradan ev sahibi də olurlar, avtomobil sahibi də olurlar, gözəl işləri də olur. Necə olur? Biz deyirik ki, hər şey gözəl gəlsin əlimizə, biz ondan sonra gözəl yaşayaq. Elə deyil axı, müəyyən çətinliklər olmalıdır. Oğlanın üzərinə də əlbəttə ki,